Məhz bir il əvvəl bu binada Ağ Evdə cəmi bir il öncə Cənubi Qafqazın gələcəyini dəyişdirən tarixi görüş keçirildi. Prezident Donald Trump'ın ev sahibliyi etdiyi bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülhə aparan birgə bəyannaməni imzaladılar. Bugün həmən tarixi görüşdən düz bir il sonra ABŞ, Azərbaycan və Ermənistan ilk dəfə olaraq birgə bəyannamə ilə çıxış edərək ötən bir ildə əldə olunan nəticələri açıqladılar. Belə ki, Vaşinqtonun mesajı aydındır. Qeyd olundu ki, bir il əvvəl burada əsası qoyulan prosesin artıq konkret nəticələr verir. Ermənistan və Azərbaycan sərhəddə sabitliyi qoruyub, saxlayıb, münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb. Amma Vaşinqton xüsusi diqqət ayırdığı məsələ regionun yeni nəqliyyat xəritəsidir. Donald Trump'ın beynəlxalq sülh və rifah marşrutu artıq ideya deyil, reallığa çevrilir. Ermənistanda marşrut üzrə mühəndislik işləri başlayıb da Azərbaycan isə öz ərazisində tripə qoşulacaq avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. ABŞ həmçinin Transxəzər ticarət marşrutuna orta dəhliz özəl investisiyaların cəlb edilməsi üzrə 201 milyon dollar ayırıb deyə bildirir. Bəyanatda Azərbaycanın Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini bir tərəfli qaydada aradan qaldırdığı da xüsusi vurğulanıb. Son bir ildə Azərbaycandan keçməklə Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıbdır. Azərbaycan Ermənistana 20 min ton neft məhsulu da tədarük edibdir. Daha bir mühüm məqam isə ATƏT-in Minsk qrupu və onunla bağlı strukturlar artıq fəaliyyət göstərmir. Vaşinqton bunu həll olunmuş münaqişə dövrünün başa çatmasının göstəricisi kimi təqdim etdi. Və ən diqqət çəkən siyasi mesajlardan biri də Azərbaycan və Ermənistan Prezident Donald Trump'ı Nobel sülh mükafatına birgə namizəd göstəriblər. Bugün Ağ Evdən verilən mesaj isə belədir. Əsl sülh bir gündə əldə olunmur. Amma Vaşinqtonun fikrincə bir il əvvəl məhz bu binada verilən vədlərin böyük hissəsi artıq konkret addımlara çevrilibdir. Və Prezident Donald Trump'ın ifadəsi ilə desək, vədlər verildi, vədlər yerinə yetirildi. Onu da qeyd edək ki, nəticə itibarilə Ağ Ev Azərbaycan və Ermənistan arasında əldə olunan irəliləyişi yalnız iki ölkə üçün deyil, bütün region üçün yeni, daha təhlükəsiz, bağlantı və iqtisadi baxımdan daha perspektiv mərhələnin başlanğıcı kimi qiymətləndirir. Real izləməkdə davam edin. Real TV-nin Vaşinqton bürosu olaraq sizə xəbərləri paytaxt Vaşinqtondan çatdırırıq.